Salam, mən Quliyeva Cəmilə və bugün fizikanın ilk bölməsi olan düzxətli bərabər sürətli və dəyişən sürətli hərəkətə dair bəzi testlərə birlikdə baxacağıq. Gəlin başlayaq. Birinci sual. Yerdəyişmənin dəyişmə yeyniyini xarakterizə edən fiziki kəmiyyət hansıdır? Ümumiyyətlə, düzxətli bərabər sürətli hərəkətdə əsas düsturumuz V bərabərdir S bölünsün T-dir. Və burada V cismin sürətidir, S burada cismin qət etdiyi yerdəyişmə və yaxud da ki, getdiyi yoldur. T isə bu qət edilən yerdəyişməyə və gedilən yola sərf edilən zamanı ifadə edir. S-in vahidi 1 metrdir, T-nin vahidi isə saniyədir. Ona görə V-nin vahidi də 1 metr bölünsün saniyəyə bərabər olur. Və deyir ki, cismin yerdəyişməsinin, yəni S-in, bu dəyişmə yeyniyini, yəni yerdəyişmənin dəyişmə yeyniyini deyəndə onun T-yə olan nisbəti nəzərdə tutulur. S-in T-yə olan nisbəti, yəni dəyişmə yeyniyi nəyə xarakterizə edir? V-ni. V də bizdə sürəti ifadə edir. Ona görə bir də cavabımız olacaq Y variantı. Gəlin bunları silək. Bir də Y variantı. Daha sonra ikinci sual. Mexaniki hərəkət zamanı aşağı kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Ümumiyyətlə, düzxətli bərabər sürətli hərəkətdə də, fizikada ümumiyyətlə də, yəni cismin getdiyi yolla yerdəyişmə anlayışı bir-birlərindən fərqlənir. Nə qədər onlar bir-birlərinə oxşasa da, onlar bir-birlərindən fərqlənirlər. Oxşar cəhətləri odur ki, onların hər ikisinin vahidi 1 metrdir. L-in də vahidi 1 metrdir, S-in də vahidi 1 metrdir. Fərqi odur ki, L, yəni cismin getdiyi yol, skalyar kəmiyyətdir. Yəni onun istiqaməti yoxdur, sadəcə ədədi qiyməti var. S isə, yəni cismin yerdəyişməsi isə vektorial kəmiyyətdir. Vektorial kəmiyyət olduğunu hardan görə bilir? Ya da başındakı ox işarəsindən görə bilir. Yəni oxun olması o demək ki, bax istiqamət var. İstiqamət var. Ona görə də cismin yerdəyişməsi vektorial kəmiyyətdir. Və cismin getdiyi yol heç vaxt sıfıra bərabər ola bilməz. Yəni tutaq ki, mən hal-hazırdakı vəziyyətimdən hərəkətə başlasam, mütləq nə qədərsə 1 metr, 1.5 metr, 2 metr mütləq hərəkət etməliyəm nə qədərsə. Məsafə qət etməliyəm. Amma mənim yerdəyişməm sıfıra bərabər ola bilir. Nə vaxt? Cismin yerdəyişməsi o vaxt sıfıra bərabər olur ki, onun başlanğıc və son vəziyyətləri üst-üstə düşsün. Yəni tutaq ki, A-dan B nöqtəsinə mən gəlmişəm. A-dan B nöqtəsinə qədər olan məsafə 5 metrdir tutaq ki. Əgər cisim, tutaq ki, bu adamdır. Bu cisim A nöqtəsindən başlayır hərəkətə, gəlir çatır B-yə. Bu zaman onun yolu da 5 metrdir, yerdəyişməsi də 5 metrdir. Amma əgər cisim gedir B-yə, sonra təzədən qayıdır əvvəlki vəziyyətinə qayıdırsa nə olur? Onun başlanğıc və son nöqtələri, başlanğıc və son vəziyyətləri üst-üstə düşdüyünə görə onun yerdəyişməsi sıfıra bərabər olur. Yəni, cismin getdiyi yol heç vaxt sıfıra bərabər ola bilməz, amma cismin yerdəyişməsi bəzən sıfıra bərabər ola bilir. O vaxt ki, onun başlanğıc və son nöqtələri, son vəziyyətləri üst-üstə düşsün. Ona görə cavab olur A variantı. B variantı izah elədik. Niyə olmur? C variantı olmur, çünki ümumiyyətlə düzxətli bərabər sürətli hərəkətdə kinetik enerjidən bəhs edilmir, cismin kütləsindən də bəhs edilmir. Gedilən yola görə hərəkətin orta sürəti də olmayacaq, çünki yol özü sıfıra bərabər ola bilmədiyi üçün bu yola görə olan hərəkətin orta sürəti də sıfıra bərabər ola bilməz. Amma burada verilsəydi qət edilən yerdəyişməyə görə hərəkətin orta sürəti, onda cavabımız doğru götürülə bilərdi. Çünki yerdəyişmə sıfıra bərabər ola bildiyinə görə, yerdəyişməyə görə olan hərəkətin orta sürəti də sıfıra bərabər ola bilərdi. Ona görə Y variantı da səhvdir. Ədədi qiymətcə vahid zamanda yerdəyişməyə bərabər olan fiziki kəmiyyət necə adlanır? Deyir ki, vahid zaman olsun, yəni T vahidə bərabər olsun 1 saniyə. Yerdəyişməyə bərabər olan fiziki kəmiyyət. V deyir ki, nədir? Biz bilirik ki, V S bölünsün T-dir. T-nin yerinə 1 qoysaq, vahid qoysaq, deyir. Nəyə bərabər olacaq? Nəyi 1-ə bölsən, onun özünü alasan deyə, S alasan deyə, V nəyə bərabər oldu? S-ə bərabər oldu. Bizə deyir ki, cavab nədir? Yəni, nəyə bərabər olur? D variantı, sürətə. Gəlin bunları silək. T1 olanda, çünki S 1-ə bölünəndə S-in özü alınır, S də nəyə bərabər olur? V-yə, yəni sürətə bərabər olur.
Verilmiş hərəkət şəraitində ölçüləri nəzərə alınmayan cisim necə adlanır? Ümumiyyətlə, fizikada ölçüləri nəzərə alınmayan cismə maddi nöqtə deyirlər. Cismə isə o vaxt maddi nöqtə kimi baxmaq olur ki, bu iki şərt ödənsin. Birincisi, ya o irəliləmə hərəkətində olsun ki, ona biz maddi nöqtə kimi baxa bilək. Mütləq irəliləmə hərəkətində olmalıdır. Ya da ki, cismə ümumiyyətlə maddi nöqtə kimi baxa bilmək mümkün olsun. Yəni, o qədər kiçik olsun ki, ona biz maddi nöqtə deyə bilək. Ona görə 4-də olacaq A variantı. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçası necə adlanır? Deyir ki, cisim A nöqtəsindən başlayıb, B-yə gəlib, son vəziyyəti də B-dir. Bu deyir A-dan B-yə başlanğıc və son nöqtəsini birləşdirdi. İstiqamətlənmiş, yəni ox deməkdir bu, istiqaməti var. İstiqamətlənmiş düz xətt parçası necə adlanır? Adlanır yer dəyişmə. Çünki yer dəyişmə ümumiyyətlə cismin başlanğıc və son vəziyyətini birləşdirən vektora, yəni istiqamətlənmiş düz xətt parçasına deyilir. Bu ümumiyyətlə yer dəyişmənin anlayışıdır, nəzəriyyəsidir. 6-cı suala da baxaq. Bunları silək. Cismin sürəti ilə zamanın hasili hansı fiziki kəmiyyətə uyğundur? Sürəti ilə zamanın hasili. V var, T var, nə yoxdur? Bizim düsturumuz necə idi? V bərabər S bölünsün T. İndi burada V var, T var, nə yoxdur? S yoxdur. Çünki baxırıq da, yəni ki, V bərabər S bölünsün T-dirsə, V-ni də T-yə vuranda bizə S verəcək. Yəni, gedilən yolu. Ümumiyyətlə, yol da S-lə işarə oluna bilir. L-lə də işarə oluna bilir. Əsas odur ki, onun başında ox işarəsi olmasın. Çünki ox işarəsi olanda bu yer dəyişmə deməkdir. Əgər ox olmasa, bu demək ki, bu yoldur. Ona görə yolu həm S-lə, həm də L-lə işarə edirlər. Cismin digər cisimlərə nəzərən zaman keçdikcə vəziyyətinin dəyişməsi necə adlanır? Mexaniki hərəkət adlanır. Bu, ümumiyyətlə, mexanika bölməsinin ilk əsas nəzəriyyələrindən biridir. Daha sonra, bərabər sürətlə hərəkət edən cismin getdiyi yolun, burada verilib qrafikdə getdiyi yol nədir? Buradakı S-dir. Getdiyi yolun zamandan. Zaman nədir? T-dir, burada verilib. T-dən, yəni S-in T-dən asılı qrafiki verilib. Cismin sürətini hesablayın. Biz sürəti tapmalıyıq. Bizim V-miz nə idi? S bölünsün T idi. Görürük ki, burada, gəlin rəngi dəyişək. Görürük ki, burada cisim 20 metr yol qət edəndə bu 20 metr yolu qət etməyə sərf etdiyi zaman nə qədər olub? 4 saniyə olub. Amma burada görürük ki, 10 metr yol qət edəndə 10 metr yolu sərf etməyə 10 metr yolu qət etməyə sərf etdiyi zaman isə 2 saniyə olub. Ona görə də biz əgər S olaraq 20-ni götürürüksə, T olaraq 4-ü götürməliyik. S olaraq 10-u götürürüksə, T olaraq 2-ni götürməliyik. Yəni biz 20-ni götürüb həm də 2-ni götürə bilmərik. 10-u götürüb həm də 4-ü götürə bilmərik. Bir-birlərinə uyğun götürməliyik. İndi mən istəyirəm burada 20 metr götürüm. Yəni cisim əgər 20 metr yol qət edibsə, 20 metrə nə qədər saniyə sərf edib? 4 saniyə. Bölürəm, alıram 5. Çünki 20-ni 4-ə böləndə alınır 5 metr. 5 metr nə? Metr bölünsün saniyə. Çünki bizdən V-ni soruşur. V-nin vahidi isə metr bölünsün saniyədir. Ona görə də burada cavabımız nə olur? A variantı. Cavabımız 5 metr bölünsün saniyəyə bərabərdir.